Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu videoda sizinlə ləzzətli bir yemək reseptini paylaşacağım. Elə isə keçək hazırlanma qaydasına. Bunun üçün əsas olaraq bizə lazımdır göbələk, soğan və ət. İlk olaraq tavaya yağ əlavə edirəm və ocağa yerləşdirirəm. Qızmış olan yağa əvvəlcədən yuduğum əti əlavə edirəm. Üzərindən isə zövqə görə duz əlavə edirəm. Ardından isə üzərinə kub-kub doğramış olduğum soğanı əlavə edirəm. Və onun da üzərinə biraz duz əlavə edirəm. Üzərindən qabığını soymuş olduğum göbələyi də əlavə edirəm. Orta ateşdə bir müddət belə bişirirəm. Son olaraq da üzərinə kartof əlavə edirəm. Təbii ki, kartofa da zövqə görə duz əlavə etməyi unutmuruq. Kartof da bişdikdən sonra artıq yeməyimiz tam hazırdır. İnanın ki, çox ləzzətli olur. Ona görə də hər birinizin hazırlamağını tövsiyə edirəm. Və əgər videomu faydalı hesab etdinizsə, bəyənərək mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.